Salam, hər vaxtınız xeyir dəyərli izləyicilər. Bu günlərim keçirilmiş lisey və gimnaziyalar qəbul sınağı, yəni bu gün deyəkən 6 aprel 2025-ci il lisey və gimnaziya qəbul sınağı 5-ci siniflər üçün riyaziyyətin 21-dən 40-a qədər izahını verməyə çalışacağım ilk öncə. Növbəti videoda isə 41-dən 60-a qədər izah verməyə çalışacağım. İlk öncə onu deyim ki, bu videonun da şərhlər bölməsində Telegram və WhatsApp qruplarımı paylaşacağım. Linklərini hər kəs şərhlər bölməsindən tıklayaraq qoşula bilər. Ödənişsizdir. Əvvəlcədən izləyən yəqin ki, burada izləyicilər var. O qruplara daxil olan izləyicilər var. Bir neçə həftədir ki, belə deyim, paylaşımlar olmur. Paylaşımlar inşallah irəli günlərdə aktivləşəcək. Həm lisey hazırlayanlar üçün, həm respublika müsabiqələrə hazırlayanlar üçün PDF-lər paylaşacaq. Onların izahları paylaşacaq. Bundan əlavə irəli günlərdə bir layihəmiz var idi. Onun üzərində işləyirik. İnşallah yaxın zamanlarda layihəmiz haqqında da paylaşım olacaq. Layihə lisey və gimnaziyalara qəbula hazırlayan şagirdlər üçündür. Bütün şagirdləri əhatə edir. 4, 5, 6 və 7-ci sinif şagirdləri və bütün liseyliyə hazırlayan şagirdləri əhatə edir. Həmin layihəni də paylaşacağım. Onun üçün də qruplara daxil olun ki və YouTube-a mütləq abunə olun ki, həmin məlumatlardan anında xəbərdar olasınız və paylaşılmış ödənişsiz testləri işləyərək və onların izahlarını izləyərək qəbulda və ya olimpiadalarda yüksək nəticə toplayasınız. İndi keçək izaha. İlk sualda 21-ci sual deyir ki, ədəd oxu üzərində verilmiş A və B hərflərinə uyğun kəsrlər üçün B çıx A bərabər sual çəkir. Bunu axtarırıq. B çıx A-nı axtarırıq. Gözləyin. İndi burada əvvəlcə baxaq ki, 0 ilə 1 arasına baxacaq. 0 ilə burada 1 arasına baxacaq. Gör neçə hissəyə bölünüb, yaxınlaşdıraq. 1, 2, 3, 4 hissə. Yəni A ədədimizin, kəsrimizin məxrəc 4 olacaq. Bu da buradan birinci hissədə durur deyə bu nöqtə. Yəni 4-də 1 deməkdir A. Keçik B-yə. B 2 tam yazıq 2 tamdır. Burada 1, 2, 3, 4 hissəyə bölünür deyə məxrəci 4-dür və B 1 ikincidə yerləşir deyə 2-dən 4, 2 yazırıq. Bizə fərqini sonucur. Yəni B çıx A bərabər B-ni 2,4 2 tapdıq. 2,4 2 çıxılsın A, yəni 4-də 1. Bu deyəcək 2,4 1. Cavabımız 2,4 1 C variantı. 22-ci sual keçirik. Əbob M 18 əşo bərabərdir əşob N 18-ə. Olarsa M vurulsun N halsının ən kiçik qeybəni tapın. Bunun ən kiçik qeybəni tapmaq üçün M və N-i hər ikisini 18 götürəcək. Çünki əşobla əbob o zaman bir-birinə bərabər olur ki, bu əbob və ya əşobu təşkil edən bu ədədlər cütü bir-birinə bərabər olsun. Məsələn, M də 18 olacaq, N də. Çünki əşob 18, 18-in əşobu da 18-dir, əbobu da 18-dir. Yəni, bərabərlik qoyub burada. Bərabərliyə görə hər iki ədəd eyni olmalı ki, biz deyək ki, əşob da əbob da bərabərdir. O zaman N də M də 18 olduğu üçün M vurulsun, M bərabər 18 vur 18 deyir. 324. Yəni cavabımız D variantı. Keçək 23-də. Xüsusi hazırlanan bir ayaqqabının ipi aşağıda şəkildə göstərmişdir. İpin üfüq hissəsinin, yəni bunu göstərir, bu hissəni deyir. Uzunluğuna verib 7 cm. Bura 7-dir. Bura 7 yazırıq. Bu hissə 7 cm-dir. Kırmızı yumrulayaq. Sonra deyir ki, çarpaz isə hər birinin uzunluğu isə 11 cm. Çarpaz deyərkən bunları nəzər tutur. Yaxşı onu göstərəcəm. Bu 1, bu 2, bu da 3. Bura qədər 3 dənə çarpaz. Buranı qırmızı göstərək. 1, 2,
və 3 dənə burada çarpaz var. Hər biri 7-dir. Yox, sabit hər birinin uzunluğu 11-dir. 6 dənə çarpaz hissə saydıq. Yəni 6 vurulsun 11 66. Burada üfüqi 7 idi. Bunu 7 yazırıq. 66'nın üzərinə 7 gəlirik. Bərabər edir 73. Var bu qədər. Sonra deyir ki, iplərin son dəliklərdən çıxan hissələrin hər birinin uzunluğu, yəni bunlardan geçir. Bax bu biri budur. Bir də ki bu. Bunların uzunluğu, hər bir uzunluğu deyil 13 cm. Yəni bu da 13, bu da 13. İkisi biri 26. Yəni 73'ün üzərinə 26 gələcəm. Ümumi uzunluq sonucur bizdə. Ümumi uzunluq soruşduğuna görə hər birini topladıq. 26 qalmış. Buna gəlsək 99 santimetr. Bizə deyir ki, neçə metr olar? 99 santimetrdə metr çevirmək üçün biz bilirik ki, 1 metr 100 santidir. Ona görə 99'a bölsək, kəsir xətti ilə bölmüsək, ancaq 0,99 metr. Yəni cavab B variantı. Keçirik 24-cü suala. Bölünən 902, yəni əvvəlcə yazaq. Bölünən. Sonra bölən. Bərabər qismət. Mən səliqəsiz yazıram, fikir verməyin. Qalıq. İndi bölünən nə verib? 902. Buraya yazıq 902. Bölünsün. Bölən bilmirik. Bölün axtarıq. X qoyuram. Bərabər qismət 15 verib. Burada 15 yazıram. Qalıq nə verib? 2 verib. Bizə bilir ki, böləni tapmaq üçün bölünəndən, yəni 902-dən qalığı çıxacaq. Yəni 902-dən çıxır qalıq 900. 900-də böləcək qismətə, yəni 15-ə. Bu deyəcək 60. Deməli 60 edir də səhv etməmizə. Bəli, 60 edir. Deməli, bölən 60-dır. İndi bizə deyir ki, bölənlər deyir ki, bölənin natural bölənlərin sayını tapın. 60-dır. İndi göy quşağı usulü axtaraq. 5-ci sinifdə əsasən göy quşağı usulü axtarır. 1-dir, 60-dır. 2-dir, 30-dur. Sonra 3-dür, 20'dir. Sonra 4'e bölünür. Buradan uzaldım böyle 4. 15. Sonra 6'ya bölünür. 6'ya böldüğümüzde 10 alınır. Sonra 5 yazmamıştık. 5 unutmuşuq. 5 ve 12 de var. 6. Bu kadar olacaq. İndi sayaq. Deməli 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12 dənə natural böləni var. Bu 5-ci sinif səviyyəsini tapmaq üsuludur. 6-cı sinif, yəni cavab 12-dir, C variantı. 6-cı siniflər bunu öyrənib, məsələn belə sadə ruhlara ayırır 60-ı. Belə. Bir. İndi bu 60'ı yazacaq qüvvə şəklində. Yəni burada 2-dən 2 dənədir. 2 üstü 2 yazıram. Vurulsun 3-dən 1 dənədir. 3 üstü 1. Vurulsun 5-dən də burada 1 dənədir. 5 üstü 1. Bizə burada bu qüvvətlər lazımdır. Bunların üzərinə 1 gəlir. Məsələn 2 üstü 1 gəlir. Sonra vururuq. Bu 1-in üstə 1 gəlir. Və bu 1-in üzərinə 1 gəlir. Alınır 3 vurulsun. Bura 3. Burası 2. Burası 2. Bərabər edir 3 vur 2 vur 2 12. Belə qısa yolu var. Cavabımız yəni 12-dir. Bu yolla tapılır. Nəsə keçir 25-ci suala. 25-ci sualda göy hissənin perimetrini 40 verib. Burada bizə bu hissəni 16 verib. Burada demək burada 16. İndi buradan qırmızı xətlərcə çizəm. Göy hissənin perimetri qırmızı xət və beləyim bu hissədir. Bu yaşılladığım hissə perimetr. Qırmızı xət və yaşıllaşdırdığım hissə 16'nın uzunluğu 40'dır. Mən 40'dan 16'nı çıxsam, bu qırmızı bu 16'nı bu hissəni çıxsam,
Qalacaq bu qırmızıladığım yerin uzunluğu neçə? 24. Çünki o hissənin perimetri 40'dır. Bize bir perimetri nədir? Kənar xətlərin cəmidir istənilən fiqur üçün. Burada da istənilən müstəvi fiqur üçün deyək. Burada gördüyümüz kimi bu qırıq xəttin belə əyri xətlər deyək. Buranın uzunluğu oldu 24. Buradan yazım 24. İndi salihsə perimetri olacaq bu 24. Buradan yaz 24. Üstə gəl. Bu hissə yəni 16 və bu hissələr yaşılla göstərim. Bu uzunluq və aşağıdakı uzunluq. Hər ikisi 34. Aşağı 34 ise yuxarı 34. Yəni 2 tane 34 cəmi 68. Üstə gəl bir də 68. 34, 34, 16 və bu qırıq xət 24 topladıq. Deyəcək deməli 108. Cavabımız 108, yəni B variantı olacaq. Keçək 26-cı suala. 26 deyil şəkildə verilən M və M mərkəzi çevirən radiuslar 8. Radius mərkəzi nöqtədən ilə çevrənin kənar nöqtəsini birləşdirən xətdir. Məsələn, buradan qırmızı xət göstərək belə. Ortadan göy göstərək buranı. Yəni radius belə buradan göstərək. Buradan burada. Bir də buradan buradır. 8. Buradan burada 8'dir. Buradan buraya 8. Yəni ümumilikdə parça çəkəcəm bura. Yəni belə parça çəkirəm. Belə. Bizə deməli verir bax radius belə göstərir. Buradan bu hissə. Yəni bura 8'dir. Bu hissə 8'dir. Burada 8'dir. Və burada 8'dir ümumi. Yəni ümumi biz çevrənin bu gördüyümüz kimi buradan kəsişmə səhələrdir idi. Yəni bir-birinə toxunsaydı belə qıraqdan göstərəm belə. Belə olsaydı, toxunsaydı. Yəni ümumi radiuslar belə deyim. Burada 8, 8. Burada 8, burada 8. Ümumi 4 tane 8, 32 olması lazım idi uzunluğumuz. Amma gördüyümüz kimi bu çevrələr iç-içə girib və orta CD məsafəsini buranı bizə 3 verib. Burada yazıb CD parçasının uzunluğu 3'dür. Yəni bura 3'dürsə, demək ki, bunlar bir-birinin içə giribsə 32'den 3 çıxacam. 32'den 3 çıxam 29. Yəni sanki bir-birinin içə girib deyə məsafə qısalır. Əvvəlcə 32 olub. Bu şəkildə göstərdiyim kimi hər ikisi buradan bura, buradan bura 8 və buradan bura, buradan bura buradan bura, buradan bura yenə 8'dir. Ümumi 8, 8, 8, 8. Belə deyim, normal 32 olmalı idi. Əgər buradan belə kəsişməsə dairli belə toxunan olsalar idi 32 olacaqdı. Bir-birinin içində kəsişdiyinə görə bu ortadakı 3 cm çıxırıq 32'dən 29 cavabımız C variantı. 27'ye baxırıq, hesablayın. Əvvəlcə buranı hesablayaq. 2'ni 1000'də 1'ə bölsək. Bunun üçün bu kəsirin sürə məxrəcini 1000'ə vuraraq məxrəci onluq kəsirdən qurtarırıq. Əgər mən buranı 1000'ə vursam olacaq 1. Sürətdə 1000'ə vurmam lazım. O zaman 2000 olacaq. Yəni 1 də 2000. Bu da 2000 bölünsün 1 2000. Deməli bura oldu 2000 bu hissə. Keçirini bu mötərizəni həll edirik. 0,4'dən 0,4'dən çıxırıq 0,1018. Burası 0 qoya bilərik. Alınacaq 10'dan 8 çıxsa 2. Burada 3 qalmışdı. 3'dən 1 çıxsa 2. 0,0. 0,22. İndi 2000'i vuracağım. Deməli burada oldu 0,22. Bu hissədə olmuşdu 2000. 2000'i vuracağım 0,22. Bu 2000'in
Belə 2 vurulsun 1000 kimi göstərək. Vurulsun 0-dan 1022. Yəni burada 2 1000'e vuran 2 neydə? İndi bu 1000'i əvvəlcə 0-dan 1022 vursam eləcə 22. Burada 2 qalmışdı. 2 vurulsun 22 44. Cavabımız B variantı. Keçirik 28-ci suala. 28-də hansı ədədin 5-4 hissəsi 84 ədədin 7-5 hissəsinə bərabərdir? Hansı ədədin? Yəni o ədəd x-dir. Yazıram. O hər hansısa bir ədədin x-in 5-də 4 hissəsini tapmaq üçün 5-də 4'ü vuracağım. Həmin o x ədədinə bərabərdir 84-ün 7-5-dən. Yəni 84-ün 7-5'ini tapmaq üçün 84'ü 7-5'e vururuq. 7 ilə 84 ixtisar burada düşür 12. 12 ilə 5'e vursaq 60. Yəni bu 3 sol 60 bərabərdir 5'də 4 x-ə. X-də tapmaq üçün nə edəcək? 60'ı 5'də 4'ü böləcəm. 60 bölünsün 5'də 4. Yazıram yuxarı sileyim. Yazırıq ki x bərabərdir 60 bölünsün 5'də 4. Bizdə bilir ki kəsilən bölməsində nə edəcək? 60'ı vuracaq bu kəsirin tərsinə. Yəni 4'də 5'ə böləndə tərsinə cəbi vururuq. 4 ilə 60 ixtisar keçir, bura qalır 15. 15 vursun 5 eğir 75. Cavabımız A variantı. Keçir 29-cu suala. 29'da deyir ki, çıxma əməlinin azalan çıxma fərqinin cəmi 2084. Las azalan neçədir? Deməli, azalan baş hərflərini yazıram. Çıxılan bərabərin fərqdən. Deyir ki, azalan bərabər nəyə? Fərq bir yüz çıxılana. Bunu bilirik. Bu bizə lazım. İndi bizə şərtlərinə verib. Azalan çıxılan fərqin cəmi verib. Azalan bir yüz çıxılan bir yüz fərqin cəmi verib nə? 1804. Biz də buradan göstəririk ki, azalan nəyə bərabərdir? Fərq bir yüz çıxılana. Deməli, biz fərq bir yüz çıxılan yerinə, burada qırmızıdan göstəreyim. Burada gördüyümüz kimi A deyə fərq bir yüz çıxılan. Onun yerinə A qoyuram. Bu A-nı da bura qoysaq A plus A olur. Bərabər 1804. A-nın A-nı toplasaq, buranı silirəm. Eğer 2A bərabər 1804. 1804 2'ye böləcək. A bərabərdir 902 edəcək. Yəni A-da azalan idi. 902 cavab C variantı. Keçirik 30-cu sual. 30'da deyir ki 35 nəfərlik sinifi 21 nəfərlik qız şagirdləridir. Oğlan şagirdləri bütün sinifin neçə faizi təşkil edir? 35 nəfərin 21'i qızdırsa, o zaman 35 çıx 21 bərabər 14 də oğlandır. İndi ki, oğlan şagirdləri, yəni 14 nəfər bütün sinifin, yəni 35'in neçə faizdir? Yəni 35'də 14 hissəm oğlan, 35 dənədən 14'üm kəsir olaraq belə göstərir. Bu faizi çevirmək üçün nə edirik? Vururuq 100%'a. İndi 35'dən 14'ü 7 bölsək 2 alınır burada 5. Bu 5'dən də 100'ü ixtisar edirik. Alınır burada 20. Burada 1. Yuxarıda qalmış 2 və 20. 2'ni 20'ye vursaq 40%. Cavab D variantı. Keçək 31-ci suala. 31'də deyir ki, hesablamadır. 1/2'də 1, 2/3'də 2 və 3/4'də 3. Mötərizin çərlənməsi üçün əvvəlcə verilmiş kəsirləri ortaq məxrəcə gətirəcək. Hər bir kəsirimizin məxrəcini 12 gətirə bilərik. Buranı vuracam 6'ya sürət məxrəcini. Buranı sürət məxrəcini 4'ə vuram. Buranı sürət məxrəcini 3'ə. Alınacaq 1/12'də bura. Buranı da vuram. Məxrəci 12, sürət 6 eğir. Üstə gəl. Bura 3 vur 4. Burada 2/12'də 2 vur 4 8 eğir. Çıxılsın. Bura. Çıxaq. 4 vur 3 eğir 12. Yəni də surətdə 3 vur 3. 9. Əvvəlcə buranı tapaq mötərizəni. İndi 1 tam üstə gəl bu 2 tam eğir 3 tam 12'də 6 ilə 8 toplasaq eğinicə 14. Çıxılsın 3 tam bu 12'də 9. İndi bu 3'dən bu 3 çıxsaq eğir 0 tam 14'dən də 9 çıxsaq 12'də neçə eğir 5.
Yəni 12-5 alındı. Mötərizənin 12-5 oldu. Silək, bir də 12-5 saxlayaq. İndi bölür 3-də 1-ə. Yəni 12-də 5 bölünsün bu 3-də 1. Böləndə nə edirdik? Birinci kəsr olduğu kimi qalırdı. İkinci cəhərdə tərsini çevirib birinci kəsrə vururduq. Bu 12-dən 3 xısar girir 4 qaldı. Sonu cavabımız 4-də 5. 4-də 5 də nə deməkdir? 5 4-ə böləndə edir 1,25. Cavab B variantı. Keçirik 32-ci suala. 32 deyik bərabərliyin ən kiçik tam həllini tapın. Əvvəlcə bura basaq bu mötərizəni. 6-nı x-ə vursaq, necə 6x çıxaq, bu çıxaq qoyduq. 6 vurulsun 2,25. 6-nı 2,25-ə vursaq, edəcək 13,5 edir. Yəni burası olsaq 6-nı belə 2,25-ə 13,5 edir. Böyükdür buradan. Yəni 7,5-i 1,8-ə vururuq. Deməli 7,5 burası neçədir? 1,8 edir 13,5. Burada 13,5 edəcək. İndi biz 13,5-i bərabərsizliyin keçirəcək sağ tərəfinə. O zaman burada çıxaq var. Bu tərəfə keçdiyində sağ tərəfinə plus olacaq. Yəni aşağıdan yazıram. 6x böyük işarəsi qoyuram. 13 tam, yəni bu 13,5. Üstə gəl bu 13,5. Yəni deyirəm. Gördüyümüz kimi burada çıxmadı, amma keçdi bu tərəfə bax plus oldu. Yəni bu işarəsini dəyişərək keçir. Hər bir ədəd və ifadə üçün eynidir bu qayda. 6x böyükdür. 13,5 ilə bu 13,5-i toplasaq eləcək 27. Deməli buradan da x tapsaq, x də böyükdür. 27 bölünsün 6-ya. Buradan da x də böyükdür. 6-nın 27 x sayısı 3'ə. Burada 9, burada 2 qaldı. 9 da 2 bölsək 4,5. Deməli x böyük 4,5-dən tapdıq. Buradan qeyd yaparım. Bunu tapdıq. Bizə nə deyir? Ən kiçik tam həllini tapın. X 4,5-dən böyükdürsə, 4,5-dən böyük olan ən kiçik tam ədəd elə 5-dir. Çünki 4,5-dən sonra 5 gəldi. Yəni 4,5-dən böyükdürsə 5 gələcəkdir. Yəni 4,5-dən kiçikdir, götürməyək böyüyün sonucudur. X 4,5-dən böyük olan ən kiçik tam ədəd. Yəni 5-dir. Yəni 4,5-dən böyük 6, 7, 8, 10, 100 nəsə bir sürü sonsuz saylı ədəd var. Bunlardan ən kiçik 5-dir. Cavab D variantı. İndi keçək 33-cü suala. 33-cü sualda qüvvətlə əlaqəli suallar verib. 9 vursun 10 üstü 5, 5 vursun 10 üstü 5 toplayırıq. Burada da 10 üstü 5'lər ortaq vuruqdur. Ona görə B yazacaq. Belə köçürüm onu bura. Onsuz 5'i mötəzi xaricə çıxarsaq 15 vurulsun bu 9 üstə gələk bu 5 bununla bərabərdir 9'dan 5 topsaq 14 vurulsun 10 üstü 5 deyir ki kanun rəqəmlər cəm neçə olar? Kanun rəqəmlər cəm biz də burada 10 üstü 5 belə deyim 1 arxasında 5 dənə sıfır olan ədəd deməkdir. Yəni 10'u 5 sıfır özünü vursaq eləcək 100 min. Yəni biz də 14'ü sanki vururuq 100 minə. Bu da eləcək necə? 14 arxasında 5 dənə sıfır. Yəni 1.400.000. Bunun da deyir ki kanun rəqəmləri cəmi neçə var? 1 ilə 4'ün cəmi 5 edir. Qalanlar 0'dır bu kadar. Yəni 5. Cavab A variantı. Kanun rəqəmləri cəmi neçə var? Bəli. İndi 34'ə baxırıq. 30'dan kiçik neçə sadə ədəd var? Yazırıq. İlk sadə ədəd 2'dir. Bir nə sadə, nə mürəkkəb, heç biri deyil. Biz bir iki sadə ədədlər nədir?
1'ə və özünə bölünən bir sadəcə və özünə bölünür. Yəni başqa böləni yoxdur. Yəni nə mürəkkəb bölünən şərtini ödəyir, nə də sadəcə. Mürəkkəb ədədlərdə 2-dən çox bölünən olan ədədlərdir. Məsələn 2 ən kiçikdir. Sonra 3, sonra 5 gəlir. 7, 11, 13, 17, 19, 23 və 25, 27, 29. Bunlar. Ostan kiçik sadələr bunlardır. Sayaq indi. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. 10 da yəni cavab C variantı. 35'e baxırıq. 6 rəqəmli ədəd 3, 4 və 5 ədədlərin tam bölünərsə beynəlabicə rəqəmlərin cəmi neçə olar? 3, 4 və 5 ədədlərin tam bölünür. Əvvəlcə biz bu A-ya baxaq ki, A nə ola bilər? 5'e və 4'e tam bölünür. Biz əvvəlcə 5'e bölünmə məhduduna baxırıq. Niyə? Çünki 5 ən son rəqəmə görə nə olur? Hesablanır. Yəni A 0 ola bilər 5'e bölünməsi üçün. A 0 ola bilər 5 də ola bilər. Başqa heç nə ola bilməz. Yəni A ya 0 ya 5. 5'e bölünməsi üçün. İndi 4'e bölmə əmədinə baxırıq. 4'e bölmə əmədi ədədin son 2 rəqəminə əsasən hesablanır. Son 2 rəqəm də 4 və A-dır. Biz A-ya 5 versək, yəni A-ya 5 versək buradan 5 və 0 olur. 45 olur. 45 4'e bölünür. Biz bilirik ki, ədədin son 2 rəqəminə əməl getirdiyi ədəd, yəni məsələn 5 qoydum 45 olur. Həm bu 45 4'e bölünürsə, bu 6 rəqəmli ədəd də bütöv 4'e bölünəcəkdir. Ancaq 5 uyğun gəlmir. Çünki 45 4'e bölünmür. Məcburuq ki, 0 yazaq. Demək, A 100% 0'dır. A ancaq 0 ola bilir. Demək, burada A 0'dır, burada yazaq. İndi buradan yazaq. Alınan ədədimiz oldu 8, 5, 0, B, 4 və 0. İndi deyib, beynəlabicə rəqəmlərin cəmini neçə olar? Yerdə 5'e bölünmədə ödəndi, 4'e bölünmədə ödəndi. Son 2 rəqəmə görə. 4'e bölünür, 5'e bölünür. Qaldı 3'e bölünmə əlaməti. 3'e bölünmə əlaməti nədir? Verilmiş ədədin rəqəmlər cəmi 3'e bölünürsə, ədəd 3'e bölünür. İndi baxaq ki, hazırda rəqəmlər cəmi neçəyi? 8, 5, 0, üstü B, üstü gəl 4, üstü gəl 0. Baxsam 8'dən 5'in cəmi 13, üstü gəl 0, yenə 13, üstü gəl 4 və 0, yenə də 17'dir və bu da B. Yəni alınır 17 üstü gəl B. 17 üstü gəl B 3'e bölünməsi lazım. Yəni biz B-yə nə versək 3'e bölünər. Əvvəlcə 1 versək. 17 üstü 1 gələn 18'dir. Və bu ədəd 18 3'e bölündüyü üçün B-yə 1 verdiyimizdə bütün bu 6 rəqəmli ədədimiz də 3'e bölünər deməkdir. Demək B-yə bərabər 1 olur. Sonra 3 artırırıq. 4 olur. Və 7 olur. 1, 4, 7. 4 qoranında cəmimiz 21 eyir. 3'e bölünür. 7 qoranında 20 eyir. 3'e bölünür. Bunların cəmi sonucu B-nin abicə rəqəmlərin cəmi sonucu 1, 4 və 7-ci cəmi eyir 12. Cavabımız yəni A variantı. Keçirik 36-cı suala. Ölçüləri 60 cm və 160 cm olan düz bucaqlığını ən az sayda neçə bərabər sahəli kvadrata bölmək olar? Ən az sayda neçə bərabər sahəli kvadrata bölmək olar? Bərabər sahəli deyir. Bu tip suallar 2 cür olur. Bərabər sahəli deyə bilər. Eləcə neçə ən az kvadrat da düzəltmək olar deyə bilər. Burada bərabər sahəli dediyinə görə biz nə edəcəyik? Verilmiş fiqurun yəni eyni 60 və 168 olan düz bucaqlığımızın sahəsini axtarırıq. 60'ı da eləyəcək 168'e vurmalıyıq. Görək neçədir? Deməli biz bu düz bucaqlığın sahəsini axtarırıq. S bərabərdir 60 vurulsun dedik 168. Buna bərabər edir 1000 10.080 edir. Vursaq kvadrat santimetr. Bu düz bucaq sahəsi budur. İndi baxaq görək 60 və 168'in əbəbu nədir? Bu əbəbu tapmaq lazım ki, biz daha böyük kvadratlar kəsməliyik ki, düz bucaqlığın içərisində
daha az kvadrat əmələ gəlsin. Yəni biz kiçik kəssək bu düz bucaqlığımızdan daha çox kiçik kvadratlar əmələ gələ bilər. Demək ki, biz daha böyük kvadrat yaratmalıyıq ki, düz bucaqlığımızı həmin o böyük kvadrat böldüyümüzdə kvadratların sayı az olsun. Deməli, ən böyük kvadrat axtarırıq. Ən böyük axtarmaq o demək ki, yəni 60-a və 168-ə bölünən ortaq bölünən ən böyük ədəd axtaracaq. 60 və 168 əbəbını axtarsaq, edəcək 12. Yəni, hər ikisinin böldüyü ən böyük ortaq bölən, yəni əbəbımız 12-dir. Demək ki, tərəfləri 12 və 12 olan kvadrat kəsəcək bu düz bucaqlıdan. O zaman bu kvadratın sahəsi nə olur? 12 vur 12, S bərabərdir. 12 vurulsun 12-dir. 144. Deməli, bu verilmiş düz bucaqlıdan kəsəcəyimiz kvadratın sahəsi 144. Ona görə nə edəcək? Elə düz bucaqlının sahəsini, yəni 10.080-ı böləcək bu kəsəcəyimiz kvadratın ölçüsünə 144-ə. Bu da icazə bax 70. Böləcək olsaq 70 edəcək. Cavab B variantı. Keçirik 37-ci suala. Tənliyi həll edin. Vuruq açırıq əvvəlcə mərkəzləri. 6-nı 3-ə vururuq. 18. Üstə gəl. Yəni bunu üstə gəl yazdıq. 6 vurursun 1,25. 6-dan 1,25-ə vursaq 2,5 7,5 x çıxılsın, bu çıxaq, bu 2,25 x bərabərliyə 30,6. İndi 7,5 x-dən 2,25 x-i çıxırıq. 7,5 çıxılsın 2,25 5,25. Və burada 5,25 x alınır. Bərabərdir. 18-i bərabərliyə o tərəf keçirəcəm. Yəni 30-dan 16-dan çıxacam 18-i. 30-dan 16-dan da çıxsaq neçənin 18-i edəcək 12,16. 18 o tərəf keçirdik. 30-dan 18 çıxdıq. 5,25 x bərabər oldu 12,16. İndi x də bərabərdir. 12,16 bölünsün 5,25. Bunu tapacaq. 12,16-nı da böləsi olsaq 5,25-ə edəcək 2,14. Cavabımız D variantı. Yəni bunu çubuqlu bölməni bölə bilərsiniz. Yəni bölməyəcək bunu özünüz bölərsiniz. Yəni əvvəlcə bu hər ikisini bunu da vergi ilə qurtarmaq üçün vergiden sonra 2 rəqəm var deyə 100-ə vursaq olacaq 525. Bunu da 100-ə vursaq edəcək 1260. Yəni 1260-ı 525-ə bölsəz belə alacaq 2,4. Keçirik özünüzlə bölərsiniz orasını. Bax getdiyinə göstərmirəm böldüyümüz yeri. İndi keçir 38. A və B natural ədədlər deyir. 3A çıxsa 4 bölünsün 19 kəsir düzgün kəsir. Yəni bu düzgün kəsirdir. Bu isə kəsir düzgün olmayan kəsir olarsa AB hasil ən az isə olar. İndi burada bizə AB hasil ən az olsun deyirsə A-nı da B-ni də ən kiçik götürməyə çalışacaq. İndi biz bilirik ki, bu düzgün kəsir. Düzgün kəsirin şərti nədir? Məxrəci, yəni 3A çıxdı. Böyük olmalı məxrəci nədir? Surəti kiçik olmalı məxrəci nədir? Yəni 19-dan kiçik olmalıdır. Surət, yəni bu kiçik olmalı məxrəcdən, yəni 19-dan. Həll edirik. 3A kiçikdir. Bu çıxdı. Bu tərəfə keçirsən olacaq plus 4. Yəni 19 plus 4 edəcək 23. Buradan da A kiçikdir 23 kəsir xəttindən böləcəm. Bölünsün 3. Bu da A kiçikdir olacaq 23 olacaq 7 tam 3'də 2 edir. Deməli A natural olaraq ən kiçik
Deyir ki, AB hasil ən az neçə olar? Deyir. A-nı tapdıq. AB naturallərdir. A 3 açıqsı 4. Düzgün kəsirdir. Düzgün göstərir. Yəni surəti 3 açıqsı 4. Kiçik 19-dan. 3A da 4 19 23-dədir. 23-ü də 3-ə bölsək. A da kiçikdir. 7-dən 3-dür 2-dən. Sonra A-nı tapdıq. Buna biz belə saxlayaq. Kəsirin B-ni axtarmağa. B-nin şərt nədir? Kəsir düzgün olmayan kəsirdir. Deməli 3B 1/4 düzgün kəsir olması üçün bu surətimiz, yəni 3B + 4 böyük bərabər olmalıdır məxrəcimizə, yəni 19-a. Buradan da 3B böyük bərabər olur 19 çıxısın 4. Burada plus diye çıxırıq. Yəni qalır 15. 3B də böyük bərabərdir 15 bölü 3 edir B böyük bərabərdir 5'e. Deməli B burada ən kiçisini ala bilər, 5 ala bilər. Çünki B ən 5'e bərabər, ən 5'dən böyükdür. Deməli B ən kiçik 5 olacaq. Burada isə A ən kiçik nə alacaq? 1 alacaq. Yəni 1 kiçikdir 7'dan 3'də 2'dən. Yəni A 7 ola bilər, 6 da, 5 də, 4 də, 3 də, 2 də, 1 də. Yəni burada biz A və B natural ədədlər dediyi üçün A-nı 0 da götürə bilmirik, kəsir ədəd də götürə bilmirik. Məcburuq ki, 7-dən kiçik olan ən kiçik natural ədədir. Yəni 1-dən 7-yə qədər hansılar? 1, 2, 3, 5, 6, 7 olan ən kiçik 1-dir. Deməli A-da ən kiçik 1 olur. A-nı 1, B-ni 5 götürürük. Hasili də 1 vursun 5, ən az 5 olacaq. Yəni keçirik 39-cu suala. Müqayisə edin deyir. Edək. Biz verilmiş kəsirlərdə ya məxrəcimizi bərabərləşdirməyə çalışırıq, surətimizi. Gördüyümüz kimi məxrəc daha qeyri-bərabərlərdir, amma surətlərimiz daha yaxşı ortaq məxrəcə getirilə bilər. Ona görə də surətləri bərabərləşdirəcəm. Məsəl üçün, hər birini 6 etməyə çalışacağım. Burada 6-dır, 3-dür, 2-dir. Yəni 2-ni 3-ə vursam 6-dir. Deməli, məxrəcini 3-ə vurmam lazım. 3-ü də 2-yə vursam 6-dir. Deməli, məxrəcini 2-yə vuram. Burada onsuz da 6 olduğu kimi qalır. Deməli, A olacaq. A kəsirimiz. Bərabərdir. 13 vur 3 39. 2 vur 3 6. B olacaq. Bərabərdir. 3 vur 2 surətimiz 6. Məxrəmizdə 16 vur 2 yer 32. Digər C ilə bərabər onsuz da verib olduğu kimi qalır 35'də 6. Biz də bilirik ki, surətlər bərabər olan kəsirlərin məxrəci böyük olan ən kiçikdir. Burada məxrəci böyük olan ən böyük A-dır, ən kiçikdir. Deməli A ən kiçikdir. Sonra növbəti məxrəcimiz böyük olan C-dir, yəni 35'dir. Deməli C kiçik olacaq. Ən böyüyümüz isə ən kiçik məxrəcli olan B olacaq. Yəni A kiçikdir C-dən, C kiçikdir B-dən. O da A variantı doğru olmuş olur. Keçirik bu videosu sonuncu izah 40-cı sualına. İlk 3 sınaq imtahan nəticələrinin ədədi ortası 48 olan tələbənin növbəti imtahan nəticəsi neçə olmalıdır ki, onun nəticələrinin ədədi ortası 50 olsun. 3 dənə sınaq imtahanı verib. 3-ünün ədədi ortası 48. Biz bilirik ki, ədədi ortanı tapmaq üçün verilmiş ədədləri toplayıb, ədədlərin sayını bölürük. İndi 3 dənə imtahan keçirmişsə, demək ki, 3 dənə ədəd var ortalıqda. Bu 3 dənə ədədi toplayıb, 3'ə bölüb 48 alıb. Demək ki, mən bu 48'i hər hansı cəmi 3'ə bölərək almışamsa, 48 3'ə bölərək 3 dənə ədədimi cəmi tapıram. Yəni x + y + z-dir bilməm nədir o ədədlər. Cəmi bərabər olacaq 48 vurulsun 3. 48'i 3'ə vursaq, edir neçə? 144. Yəni bir başa yazacağım 144. Deməli, cəmimiz olub 144. 3 dənə ədədimizin cəmi, 3 dənə imtahanın cəmi. Yəni deyir ki, onun o qısaca növbəti imtahan, yəni 4-cü imtahan nəticəsi neçə olmalıdır ki, onun nəticələrinin ortası 50 olsun.
Yəni əvvəlcə x plus y plus z-dir. 3 dənə imtahanımızı birlikdə 144 cəm 144 üstə gəl. Bizim növbəti imtahan, yəni 4-cü imtahan buna görəcək A. Tutaq ki, A qədər bal yığsın. Nə qədər bal yığmalı? Məsələn, A qədər bal yığsın ki, 50 ortası 50 olsun. Bizdə 144, yəni 3 dənə ədədimiz cəmi 144-dür. Üstə gəl 4-cü ədəd A-dır. Bilmirik bu nədir? Çünki həmin A-nı soracaq. Deməli 4 dənə ədəd olası olsa, nə edəcək? Bu cəmi mən 4-ə bölsəm, alacaq ədəd ortam, yəni 50 olsun. Əvvəl 3 imtahan vermişdi əvvəlcə, 4-cü verdi. 3 imtahan cəmiyyəti 144 tapdıq. 144-ün üzərə növbəti imtahan, yəni 4-cü imtahan gəlirik, bölürük. 4-ə, niyə 4-ə bölürük? Çünki əvvəlcə 3 dənə imtahan vermişdi. X, Y, Z əvvəlcə verib burada. Yəni X, Y, Z özümüzdən götürdük. Və 4-cü imtahan A kimi götürsək, yəni X üstə gəl, Y üstə gəl, Z üstə gəl A olacaq. X, Y, Z cəmi 144 idi. Elə bura 144 qoydum. Üstə gəl A bölünsün imtahanların sayı, yəni 4 eləsin, deyəcək orası 50. İndi 4-ə bölmüşəmsə 50-ni 4-ə vuracağım. Yəni 144 plus A bərabər olacaq 50 bölünsün 4, yəni 200. O zaman A-nı tapmaq üçün nə edəcək? 200-dən çıxacaq 144. Bu A bərabər edəcək 56. Cavab yəni A variantı. Bu video üçün izahımız bu qədər. Mütləq bəyənməyi, abunə olmağı unutmayın. Zınqrov işarəsi var. Onu aktivləşdirin ki, həm də abunə olun ki, paylaşılan videolardan anında xəbərdar olasınız. İleriki günlərdə bu videonun da şərh bölməsində paylaşacağım Telegram və WhatsApp kanalı linklərində Lütfüzadə, Respublika fən müsabiqələri, lisey və gimnaziya qəbul üçün sual PDF-ləri paylaşılacaq. İndiyə qədər qoşulanlar bir neçə həftədir ki, paylaşılmır, yəni narahat olmayın. Həmin qruplarda qalmağa davam edin. İstəsəniz çıxa da bilərsiniz, öz seçiminizdir. Ancaq qrupda qalmağınızı tövsiyə edirəm. Olmayanları da həmin bu videonun da linkində və ya digər videoların da şərhlər bölməsində linkləri paylaşmışam. Ödənişsizdir. Telegram və WhatsApp kanalı, qrupları qoşularaq, həmin PDF-ləri işləyərək, həmin PDF-lərin də izahlarına baxaraq daha yüksək nəticə yığacağınızı düşünürəm. Çünki hal-hazırda bir neçə həftədir niyə paylaşıram PDF-lər? Hal-hazırda araşdırma edirdim. Ekspert olaraq ki, hansı tip suallar düşə bilər ümumi olaraq bu il üçün. Həmin sualları araşdırılırdı komanda olaraq. İndi təxminən biz öz fikrimizcə, yəni kəşf etmişik hansı mövzulardan, hansı suallar düşə bilər. Həmin tip suallar paylaşacağım, yeni tip suallar paylaşacağım. Həmin suallarla tanış olaraq və onların izahlarına baxaraq həm lisey və gimnaziya, yəni bütün liseylərdən gedir söhbət, qəbul sınaqlarında və Lütfüzadə və Respublika fən müsabiqəsində yüksək nəticə olacağına inanıram. Yəni həm YouTube-a abunə olun ki, anında videolarda xəbərdar olasınız, həm də həmin Telegram və WhatsApp kanalı qruplarına mütləq daxil olmanızı tövsiyə edirəm. Sağ olun, təşəkkür edirəm.